Bildiyiniz kimi, pil qatları əsasən qarın nahiyəsində, bu bölgələrdə, bel nahiyəsində, yanlarda və budlarda olur. Elə seçdiyimiz bu hərəkətlər də sırf ən çox elə bu zonadakı əzələləri işə salır. İndi sizə bir vəziyyət göstərəcəm. Baxın, bu vəziyyət deyilən vəziyyət dayaq vəziyyətidir, qollara dayaq vəziyyəti. Bu statiki gərginlik yaranır. Bu vəziyyətdə dayananda statiki gərginlik yaranır. Harada yaranır gərginlik? Sinə əzələlərində, çiyinlərdə, qarın əzələlərində, budlarda, beldə, hamısında bu vəziyyətdə adicə bir dəqiqə belə duranda siz o gərginliyi hiss edə bilərsiniz. Artıq belə dayananda kalori xərclənməyə başlayır. Amma bu hərəkətdə, bu vəziyyətdə biz hərəkət etməyə başlayırsa, onda həmin əzələlərə gərginliyi daha da artırmış oluruq. Birinci hərəkətimiz elə bu hərəkətdir. Baxın, ayağımızı bükürük, açırıq. Bükürük, açırıq və pres əzələləri və kürək əzələləri və bütün digər əzələlər, çiyin əzələləri hamısı işə düşür. Bu hərəkəti edəndə bu səhvləri eləməyin. Yanı yuxarı qaldırmaq, yanı aşağı salmaq, bədən düz dayanmalıdır. Sadəcə ayaqlar işləyir. Və bu hərəkəti hər kəs öz fiziki hazırlığına görə sayını təmzinləyir. Başlayanda 10-15 dəfədən də başlaya bilərsiniz. Ancaq 100 dəfəyə çatdırmaq məsləhətdir. Əgər bu halda, belə deyim, bu hərəkəti 100 dəfəyə çatdırdıqsa, ondan sonra gələk videonun əvvəlində qeyd edədiyim kimi, bu hərəkətlərin daha qəliz daha çətin yerinə yetirmək vəziyyətləri var, variantları var. O daha fiziki hazırlıqlı insanlar üçün olacaq, onu da göstərəcəm. Və yaşlı insanlar üçün də daha asan variantı var. Yəni bu göstərdiyim indi orta variantdır hərəkət. İkinci hərəkət hansıdır? İkinci vəziyyəti sizə göstərirəm. Bu vəziyyətdir. Baxın, bu vəziyyətdə də yenə də bütün kürək nahiyəsi, bel nahiyəsi, budların arxası, yanlar hamısı artıq gərgin vəziyyətdə olurlar. Və bu vəziyyətdə də yenə hər hansı bir hərəkəti yerinə yetirməyə başlayanda həmən gərginliklər artır. Həmən hərəkəti də bu vəziyyətdə də yerinə yetiririk. Sadəcə ayaqları bükürük, açırıq. Bunu da yenə hələ öz fiziki səviyyəsinə uyğun sayını təmzinləyir. Və belə. Yəni bunu da yenə belə yox və yaxud da belə qol bükülü yox, oturmaq yox. Yəni düz vəziyyətdə qalırsınız, bədən düz, baş düz baxır, sadəcə ayaqlar işləyir. Bu bizim ikinci hərəkətimiz oldu. İndi keçirik üçün, daha doğrusu bu birinci hərəkətin iki variantı idi. İndi ikinci hərəkətin iki variantını göstərəcəm sizə. Deməli, yenə də vəziyyətimiz dayaqlar, əllərə dayaqlar, yüz üstə dayaqlar və hərəkət hansıdır? Hərəkət sadəcə ayağı arxaya qaldırmaqdır. Bu zaman həm kürək əzələləri, bel əzələləri, yan əzələləri, bud əzələləri hamısı işə düşür. Pres əzələləri, yəni hamısı daima bax bu vəziyyətdə bütün əzələlər, bədənin bütün əzələləri işləyir. Ancaq ən çox gərginlik çiyin əzələləri, sinə, pres, bel, budlar hamısı çox gözəl işə düşür. Və bu hərəkət bizim ikinci qrup hərəkətimizdir. Və bunun da o birisi variantı bu hərəkətdir. Həmən bu vəziyyətdə yenə həmən hərəkəti təkrar edirik. Sadəcə düz ayağı qaldırırıq. Bax belə. Bu dediyim vəziyyət, yenə də deyirəm, orta səviyyəli, orta fiziki səviyyəli insanlar üçündür. Yenə də təkrar edirəm, bundan sonra fiziki səviyyəsi daha yüksək olanlar üçün də daha çətin variantını göstərəcəm və yaşlı insanlar üçün də daha yüngül variantını da sizə göstərəcəm.